Salam əziz izləyicilər. Bugün sizinlə keks bişirəcəyik. Bizə lazım olan ərzaqlar: qatıq, pesoq, yumurta, un, soda və yağ. Əvvəlcə 2 yumurtanı 1 stəkan yarım pesoqla mikserlə ağarana qədər qarışdırırıq. Videoda gördüyünüz kimi qarışım ağarıb. Daha sonra 1 stəkan yarım qatıq. Ərzaqları tökdükcə qarışdırırıq. Daha sonra 1 çay qaşığı soda, stəkanın 2 barmaq hündürlüyündə duru yağ. Yağı da tökdükdən sonra yenə qarışdırırıq və 2 stəkan un. Zövqə görə mən keksin içinə qara kişmiş də əlavə etdim. Burada isə əvvəlcədən qızdırılmış keks qablarına yağlı kağızı düzüb xəmirimizi əlavə edirik. Keks qablarını tam xəmirlə doldurmuruq. Sadəcə yarısına qədər xəmiri töküb qoyuruq bişməyə. Çünki bişdikcə şişir və keks qabının qırağından tökülə bilər. Nəhayət gördüyünüz kimi kekslər bişdi və hazırdır. Mən bu reseptlə bişirdim. Hazırlayan hər kəsə nuş olsun. Bu kimi videolar üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.